Təmizləyə bağırsaqlarımızı. Japonları tanıyırsınız da, birisi onlar sağlam həyat tərzi keçirirlər. Onlar deyir ki, xəstəlik bağırsaqdan başlayır. Biz isə bağırsağımızın xəstəlik hesabına ağrıyan başımızı müalicə edirik. Bağırsağı xəstədir qızımızın, piylənib, hormonal sistem pozulub, atası onu diyetolog aparır. Olmaz. Diyetolog onun bədəndə olan qalan mineralı da götürəcək. Bağırsağını təmizlə, gözün açılacaq, allergiyası yoxa çıxacaq, böyrək də işləyəcək, qaraciyərdən və bütün orqanları sağlam olacaq. Baxın, gətirin o çayın bilin, o gözəl çayımızdan. Mən bu çayı hər gün üzərində gəzdirəm, o əsgərlərdə olurdu, bir silahı üstündə olurdu. Çünki harada oluramsa, qara çay görəndə elə bir bədənimə qaşınma düşür. Götürürəm bu çaydan, bir dənə çaynikə qoyuram. 20 dəqiqə dəmləyirəm. Özə göz sözə baxar, qurtum içirəm. Qurtum niyə içirsən? Ağzın boşluğunda olan bakteriyalar yuyur aparır mədə turşuluğuna. Mədə turşuluğunu məhv edir. Keçir 12 manat bağırsan, video göstərəcək. Qaraciyər, öd küçəsi, mədaltı vəzi, düz bağırsa, babasıya qədər sağaldır. Bax bu çay. Günə bir paket 40 gün için. Çay burada, mən də burada. İçin, əgər, söz deyirəm ki, əgər effekt almazsın, gətir mən pulunu geri qaytarıram. Amma həqiqətən də mən bunu 7 ildir insanlara təklif edirəm. İnsanlar içir. Yalnız bir söz var. Doktor 5 gün bədənimi gizillətdi. Çünki dərmanlar çıxardır axı. Qaraciyərimdə belə qəribə hiss oldu. Beynimin də elə bir ki, nəsə qan işlədi. Görürsən, trombları açır. Sonra keçir. Doktor, 2-ci, 7-ci gündə, yəni 14-cü gündə köpüm getdi. Girirəm, əvvəlki yerişim deyil. Çox aktivləşmişəm. 21-ci gündən 25-ci. Doktor, artıq mən sağlamam ki. Nə təzyiqim var, düzdür?